ziyarət, ibadət, itaətlərimizin qəbulluğuna, dualarımızın qəbulluğuna, günahlarımızın bağışlanmasına, ziyarətlərimizin qəbulluğuna, Ağa İmam-ı Zamanın zuhru təzilinə sələvat zikr eləyək. Gəlib çatdığımız bu qəbristanlıq Vadiyüssalam qəbristanlığıdır. Bizim gəldiyimiz yolun sağ tərəfi, yəni o tərəf, bu tərəf hamısı qəbristanlıqdan ibarətdir ki, bu qəbristanlığın ərazisi təxminən 22 kvadrat kilometrdir və dünyanın ən böyük qəbristanlıqlarından biridir ki, bu qəbristanlığın adı Vadiyüssalamdır, yəni salamatlıq vadisi deyərlər və burada dəfn olunan iki peyğəmbərdir ki, Hud peyğəmbər və Salih peyğəmbərdir ki, burada təmir getdiyinə görə hər bir zəvvarı buraxmazlar. Sağ olsun qardaş, biz Azərbaycanlıları ona görə bu vaxta salmışdıq ki, rahat şəkildə gələk və bizə icazə versinlər. İmkan daxilində xahiş olunur ki, tez bir zamanda keçinsələr ki, başqaları görməsinlər. Keçən kimi düz içəriyə keçirsiniz, inşallah axıra qədər Hud və Salih peyğəmbərin mübarək qəbirlərini ziyarət edəcək inşallah. Qərbala, gəl bizə gedək inşallah, qəbirləri göstərək Allahın köməyi ilə. Ya Allah, Muhammed Ali Muhammed, sələvat zikr eləyək. Hud peyğəmbərin və Salih peyğəmbərin mübarək ziyarətləri bizə nəsib olub. Qəbrimizin əvvəl gecəsində şəfaəti nəsib olsun, sələvat zikr eləyək. Allahümmə salli alə Muhammed. Allah'a min şükür olsun ki, neçə illərdir burada təmir gedir. Hər bir zəvvar gəlib bura daxil ola bilmir. Şükür olsun Allah'a ki, Allah bizə nəsib elədi. İnşallah Allah ali dərəcədə qəbul eləsin inşallah. Ya Allah, hərəkət edin, gəlin qabağa. Buradan keçəndə ehtiyatlı olun. Göstərəcək inşallah, olan da yoxdur. Bəli, bəli. Kesin buradan biraz ziyarət edin. Muhammed Ali Muhammed, sələvat zikr eləyək. Allahümmə salli alə Muhammed. Şükür olsun Allah'a ki, Allah bizlərə nəsib elədi. Hud və Salih peyğəmbərin mübarək qəbirlərini yaxından ziyarət etməyi. Allah ali dərəcədə qəbul eləsin inşallah. Muhammed Ali Muhammed, sələvat zikr eləyək.